Bu günləri Mədinəmin 40 gününü qeyd edirik və mən masaüstü fərqli dekorlar istədim. Çünki at ili olduğuna görə Mədinə, o ildə anadan olduğuna görə at atributlarında fərqli bir dekor istədim və Bay Aysayda təşəkkür etmək istəyirəm. Çünki o qədər bəyəndim. Siz təsəvvür edirsiniz ki, mən bütün tədbirlərdə oluram və məni təəccübləndirmək olmaz. Amma onlar sözün əsl mənasında məni təəccübləndirdilər və bilirəm ki, gələn qonaqlarımız da çox bəyənəcək. İçərisinə də şirniyyatlar qoymuşuq və üzərinə də bax belə görüntünü çox bəyəndim. Mən inanıram ki, özəl günlərinizdə Bay Aysaydı seçsəz heç yanılmayacaqsınız. Çünki onların ideyaları, onların konsepti. Sadəcə mən atdım ki, mən at atributlu bir şey hazırlayım və onlar mənə eləsini hazırladılar ki, ilk dəfədir belə bir fərqli bir dekor görürəm və biz hər zaman görürük ki, bax bu kardonlar nazik olur, amma bunun qalın və bir görürsünüz materialın da çox gözəldir. Yəni adları kimi kalitələri mükəmməldir. Geçen yıl oktyabr ayında Medine'ye geldik, Medine şehri, Mekke'ni ziyaret ettik. Aslında illerde arzuluydu ama nedense oraya yol düşmürdü. Ruslan sağ olsun, biz onun ad gününü Səudiyyə Ərəbistan'da Alluva'da qeyd etdik ve o da mənə Medine şehrinde Mekke'ni ziyaret etmeyi nasip oldu ve bu hediyeni mənə etdi ve ben orada çok özür istəyirəm böyüklərdən. Ben orada bildim ki, ana olacağım ve ona göre orada ben bunu yaşadım, bu sevinci yaşadım ve hatta ben o kadar orada ağladım, o kadar böyle. Ben çünkü oraya gidende Allah'tan en büyük isteğim oydu ki günahlarımızı bağışlasın. Çünkü herkesin hayatta Saluti occhi chissà che fai Ksatnika, a potem τίποτα ερωτευτικά και τίποτα δεν με κρατάει Είμαι στα μάτια μου Kadar say
Maşallah, oh Allah. Maşallah, maşallah, oh Allah.